Bu video qışda pürrəngi çayın yanında meyvə qurusu sevənlərə gəlsin. Əgər siz də mağazadan baha qiymətə aldığınız cavalının necə qurudulduğunu öyrənmək istəyirsinizsə, o zaman yaxın oturun. Bu yerdə bir neçə saniyəlik əl saxlayıb mənə dəstək olmaq üçün səhifəmə abunə olub bəyən düyməsinə bassanız, sizə çox minnətdar olarım. İndi isə keçək hazırlanma qaydasına. Öncə cavalları bol su ilə yaxşıca yuyuruq. Daha sonra yarıq hissəsindən bölüb çəyirdəyini çıxarırıq. Soba listinə səliqəli qaydada düzüb 80 dərəcə isidilmiş sobaya təxmini 2 saatlıq göndəririk. Sobalar müxtəlif olduğuna görə siz yenə də öz sobanıza nəzarət edin. 2 saatdan sonra qabı sobadan çıxarıb tam soyuyana qədər gözləyirik. İstinin təsirindən meyvənin şirəsi axdığına görə qabı dəyişirik ki, ikinci dəfə qoyanda şirə yanmasın. Sonra yenidən 80 dərəcəlik sobaya 2 saatlıq qoyuruq. İkinci dəfə sobadan çıxarıb nəzarət edirik. Əgər cavallarınız kiçik ölçüdədirsə, üçüncü dəfə qurutmağa ehtiyac olmur. Lakin meyvə böyük olduqda yenidən üçüncü dəfə eyni qaydada sobaya yerləşdiririk. Soyuduqdan sonra qurudulmuş meyvəni bir qaba düzüb üzərinə marli çəkib, otaq temperaturunda bir neçə gün saxlayırıq ki, nəmliyi varsa tam qurusun. Videoya diqqət edin. Cavallar bu qaydada olmalıdır, tam mağazadan alındığı kimi. Qurudulmuş meyvəni şüşə qabda mühafizə edib çayın yanında nuş edirik. Bugünlük bu qədər. Növbəti videolarda görüşənədək.